güneşsen, mən günə baxan. Günə baxan birli ot bitkisidir. Onun hündürlüyü 3 metrə qədər ola bilər. Günə baxan yağını kulinariyada çiftli istifadə olunur. Günə baxan tumlarından günə baxan yağı alınır. Günə baxan yağı vitaminlərlə zəngindir. Günə baxan qorxulmuş tumlarını uşaqlar da böyüklər də çox sevilir. İyul ayıdır, tarlada topla günə baxanlar vardı. Onlar böyük çiçək açmış var, onlar düzdür. Hər üçü güneşə sarı baxırdı. Ancaq içlər günə baxanlar üçü güneşə sarı baxmırdı. Onun bu hərəkəti digər günə baxanları təəccübləndirdi. Siz niyə güneşə sarı baxmırsınız? Mən güneşdən küsmüşəm, onunla danışmıram. Mən də küsmüşəm, mən də güneşdən danışmıram. Axı niyə? Çünki gecə yuxudan oyananda güneş məni heç isitmədi. Məni də isitmədi, məni də isitmədi. O elə soğuqdu ki. Siz isə deyirsiniz, güneş daim istilik verir. O güneş deyil ki, nədir? O aydır, ay istilik vermir. Bəs niyə işıq satırdı? Yanında balaca dostları da vardı. Ay güneşin ışığını əks etdirir. Bu sözə eşidən günə baxanlar gülüşlər. Sinəsi qapqaradır, ləçəkləri sapsarı. Elə bil ki, günəşlə bir yatır, bir oyanır. Onun tutumu var, nə buğdadır, nə darır. Elə bil ki, günəşlə bir yatır, bir oyanır. Dağ yeri qızaranda al şəbəkə boyanır. Elə bil ki, günəşlə bir yatır, bir oyanır. Yazda diliyimizə günə baxan əkmişəm. Hər cür qulluq göstərib qayğısına qalmışam. Böyüyüb günə baxan qəşəng dişləri çıxır. Mən qayğı göstərsəm də boylanıb günə baxan. Tamam yetişib indi, boylanıb günə sarı. Bir anda ara vermir, baxır o mənə sarı. Səni görməyəndə ey darıxıram, ara baxım deyə mən karıxıram. Ay mənim könlümü yandırıb yaxan, bilirsən mən sənə niyə baxıram? Axı sən günəşsən, mən günə baxan. Səni görməyəndə ey darıxıram, ara baxım deyə mən karıxıram. Ay mənim könlümü yandırıb yaxan, bilirsən mən sənə niyə baxıram? Axı sən günəşsən, mən